Salam uşaqlar. Bugün Dəyanət 5-ci sinif kitabından mövzu 16-da 73-cü məsələdən etibarən başlayıb məsələlərin izahına baxacağıq. Deməli, məsələ 73. 4 ədəd verilmişdir. Birinci ədəd bütün cəmin 5də 2 hissəsi, ikinci ədəd 10da 1, üçüncü ədəd birinci və ikincinin fərqinin 3də 2 hissəsidir. Dördüncüdə digər 3 ədədin cəminin hansı hissəsidir? Uşaqlar, məsələyə baxırıq ki, məsələdə kəsr olaraq 5də 2 var, 10da 1 var və 3də 2 var. 3 kəsr üçün ortaq məxrəc 30-dur. Deməli, biz bütün cəmi 30 götürək. 30x. Birinci ədəd deyir ki, bütün cəmin 5də 2 hissəsidir. 30x-ın 5də 2 hissəsini tapırıq, 5-ə bölüb 2-yə vururuq. Bu eləyir 12x. Deməli, birinci ədədimiz 12x. İkinci ədədimiz bütün cəmin 10da 1 hissəsidir. 30x-ın 10da 1 hissəsini tapırıq. Bu eləyir bizim üçün 3x. Sonra üçüncü ədədimiz deyir ki, birinci və ikinci ədədlərin fərqinin 3də 2 hissəsidir. Birinci və ikinci ədədlərin fərqi 9x-dır. 9x-ın da 3də 2 hissəsi bölürük 3-ə, vururuq 2-yə. Bu da eləyir 6x. Daha sonra dördüncü ədəd isə digər 3 ədədin cəminin deyir hansı hissəsidir. 12x, 3x, 15x, üstünə də 6x gəlirəm, eləyir 21x. Deməli, dördüncü ədədimiz üçün 30x-a tamamlanmaq üçün 9x qalır. Dördüncü ədəd digər 3 ədədin cəminin hansı hissəsidir? Digər 3 ədədimizin cəmi vermişdi bizə 21x, dördüncü ədədimiz də 9x-dır, yəni 9 21-in hansı hissəsidir? Təbii ki, 21-də 9 hissəsidir. Bunu da 3-ə ixtisar aparanda qalır 7-də 3. Doğru cavabımız 7-də 3. 74-cü məsələ. 2 ədədin fərqi 70-dir. Birinin 5də 1 hissəsi digərinin 10da 3 hissəsinə bərabərdir. Bir ədədimiz A olsun, digər ədədimiz B. A-nın 5də 1 hissəsini taparkən biz 5də 1 A yazırıq. B-nin 10da 3 hissəsini taparkən eyni qayda ilə 10da 3 B yazırıq. Bunlar bir-birinə bərabərdir. Uşaqlar, bu tipli məsələləri həll etmək üçün nə edirik? Kəsirlərin sürətlərini bərabərləşdirsək, bunu 3-ə vursaq, olacaq 15də 3A. 15də 3A. Bunu da eyni şəkildə 3-dür. Elə olduğu kimi qalır 10da 3B. Deməli, bizim ədədlərimizdən biri 15x-dır, digəri isə 10x-dır. Baxın, belə götürürük ədədlərimizi. Həqiqətən 15x-in 5də 1 hissəsi 3 eləyir, 10x-in də 10da 3 hissəsi 3 eləyir. Yəni, doğru şəkildə götürmüşük. Bu tip məsələləri sürətləri bərabərləşdirdikdən sonra məxrəcləri nə alırıqsa, ədədləri o şəkildə götürürük. Bunların fərqi 70-ə bərabərdir. Bərabər edirik 70-ə. 5x bərabər olur 70-ə. Daha sonra buradan x-i tapıram. 70-i 5-ə bölərək. 70-i 5-ə böldüm. Cavabım elədi 14. X 14-dür. Verilən ədədlərimizdən birini mən 15x götürmüşdüm. Digərini isə 10x götürmüşdüm. 15-i vururam 14-ə. 15 vurulsun 14. Deməli, 15-i 14-ə vuram. 210. Daha sonra isə digər ədədimiz 10x idi. Onu da vuracaq 14-ə. Olacaq ədədimiz 140. Baxın belə. Sonra 75-ci məsələyə baxırıq. 75. Eyni şəkildə cəm 275-dir. Birinin 5də 2 hissəsi digərinin 20də 3 hissəsinə bərabərdir. Sürətləri bərabərləşdirsək, bunu 3-ə vuracaq, bunu da 3-ə, bunu 6-ya 2-yə vuracaq, bunu da 2-yə. Sürətlər 6 etmək üçün mən bunu 3-ə, bunu isə 2-yə vurdum. Məxrəcin biri 15 elədi, biri 40 elədi. Deməli, ədədlərimizin biri 15x, biri isə 40x şəklindədir. Bunların toplamı bərabərdir 275-ə. 55x bərabər olur 275-ə. X-i tapmaqdan ötürü 275-i 55-ə bölürük, verir bizə 5 qiymətini. Deməli, x-imiz 5 olandan sonra 15-i vururam 5-ə. Bir ədədimiz olur 75. Daha sonra 40-ı vururam 5-ə. Digər ədədimiz də olur 200. Növbəti 76-cı məsələyə baxırıq.
Cəm 120 olan iki ədədin birinin 5də 2 hissəsi digərinin 5də 3 hissəsinə bərabərdir. Baxın, birinin 5də 2 hissəsi digərinin 5də 3 hissəsinə bərabərdir. Yenə surətləri bərabərləşdirirəm. Bunu 3-ə vururam, bunu da. Bunu 2-yə vururam, bunu da. Surətlər artıq eyni olandan sonra birinin məxrəci 15 alındı, birininki 10. Deməli, bir ədədimiz 10x-dır, bir ədədimiz 15x-dır. Bunların cəmi 120 dediyinə görə toplayıram, 120-yə bərabər eləyirəm. 25x bərabər olur 120-yə. X da bərabərdir. Hə, uşaqlar, burada 120 25-ə bölünmədir. Gəlin belə eləyək. Hər tərəfi 5-ə ixtisar eləyək. 10x-la 15x-in hər tərəfini 5-ə ixtisar eləsək, yəni 5-ə bölsək, burada 2x qalacaq. Bunu da 5-ə ixtisar eləsək, burada 3x qalacaq. Həmişə buradakı ədədləri bu şəkildə alanda, yəni hamısını ortaq böləni olan bir şəkildə alanda, ixtisar olunacaq bir şəkildə alanda eləyin ixtisar. 120 bu zaman rahat bölünəcək. 5x bərabər olur 120-yə. X-i də tapırıq. 120-ni 5-ə böləndə 24. X-imiz 24-cə bir ədədimiz 2x, bir ədədimiz də 3x şəklində idi. 2-ni vururam 24-ə, ədədimiz elədi 48. 3-ü vururuq 24-ə, ədədimiz elədi 72. Deməli, biri 48 imiş, biri də 72 imiş. Bu oldu 76 nömrəli məsələnin həlli. Keçək 77-yə. Məktəbdə 2 gün ərzində keçirilən iməclikdə şagirdlərin 5də 4 hissəsi iştirak etmişdir. İkinci gün iştirak edən şagirdlərin sayı birinci günə nisbətən 2 dəfə çox olmuşdur. Gəlin yazaq. Birinci gün və ikinci gün. Bizə nə deyir? İkinci gün iştirak edən şagirdlərin sayı birinci günə nisbətən 2 dəfə çox olub. Deməli, ikinci gün iştirak edənlərin sayına 2x yazıram. Birinci gün iştirak edənlərin sayına isə x yazıram. Məktəbdə 480 şagirdin təhsil aldığı məlum olarsa, uşaqlar, məktəbdə 480 şagird təhsil almasına baxmayaraq, bu şagirdin sadəcə 5də 4 hissəsi iştirak edib. Bizə isə iştirak edənlər lazımdır. Deməli, iştirak edənlərin sayı 480-in 5də 4 hissəsidir. 480-in 5də 4 hissəsini tapmaq üçün bölürəm 5-ə, vururam 4-ə. 480-i 5-ə böləndə deməli 96, onu da vururam 4-ə. Bu da bizə verəcək 384 qiymətini. 360, 20, 384. Deməli, iştirak edənlər bizdə neçə nəfər idi? X və 2x. Bunları toplayıram 3x. 3x-i bərabər eləyirəm 384-ə. X-i buradan tapıram. Deməli, 384-ü 3-ə böləndə 1, 2, 8, 128. Birinci gün iməclikdə neçə şagird iştirak etmişdir? Birinci gün x şagird iştirak etdiyinə görə, x-i da 128 tapdığımıza görə, deməli, birinci gün iməclikdə 128 şagird iştirak edib. Keçək növbəti 78-ci məsələnin həllinə. Deməli, 78. Nə deyir 78-də? 2 qutuda cəmi 60 karandaş var. Bütün karandaşların 5də 2 hissəsi yaşıldır. Deməli, birinci qutu yazırıq, ikinci qutu yazırıq. Deyir ki, birinci qutudakı yaşıl karandaşlar ikinci qutudakı yaşıl karandaşlardan 3 dəfə çoxdur. Deməli, birinci qutudakı yaşıl karandaşlar 3x, ikinci qutudakı yaşıl karandaşlar x ilə işarə olunur. Və ümumilikdə 60 karandaşın 5də 2 hissəsi yaşıldır. Deməli, biz 60-ın 5də 2 hissəsini tapırıq. 24. Deməli, ümumilikdə 2 qutuda birlikdə 24 dənə yaşıl karandaş var. Daha sonra ikisinin toplamını, yəni 3x ilə x-in toplamını bərabər eləyirəm 24-ə. Axı 2 qutuda birlikdə 24 yaşıl karandaş var. 4x bərabər olur 24-ə. X-i tapıram 6. X-i 6 tapdıqdan sonra bizə deyirdi ki, ikinci qutuda neçə yaşıl karandaş var. Elə ikinci qutudakı yaşıl karandaşları x-dən işarə etdiyimə görə cavabım da olacaq 6. 79-cu məsələ. 3 rəfdə cəmi 60 kitab var. Bütün kitabların 5də 4 hissəsi riyaziyyat kitablarıdır. Aha, bu önəmli məlumatdır. Deməli, riyaziyyat kitabları neçə dənədir? 60-ı bölürəm 5-ə, vururam 4-ə. Bu da eləyəcək 48. Deməli, 48 riyaziyyat kitabı var. Birinci rəfdə yazırıq burada birinci rəf, burada yazırıq ikinci rəf. Birinci rəfdə, ikinci rəfdəki riyaziyyat kitablarının sayının 3də 1 hissəsi qədər, yəni ikincidəkinin 3də 1 hissəsi qədərdirsə birincidə, ikinciyə biz 3x yazaq, birinciyə onun 3də 1 hissəsi olduğuna görə x yazaq. Daha sonra deyir ki, üçüncü rəfdə birincidəkindən 2 dəfə çox. Birincidəki x idisə, üçüncü rəfdə ondan 2 dəfə çox, yəni 2x qədər riyaziyyat kitabı var.
3 rəfdə birlikdə 48 kitab olduğuna görə bunların toplamını, yəni x plus 3x plus 2x bərabər edirəm 48-ə. Buradan 6x bərabər olur 48-ə. X-i də tapıram 8. Demək ki, nə soruşur? Bizdən 3-cü rəfdə neçə riyaziyyat kitabı var? 3-cü rəfdə 2x sayda riyaziyyat kitabı olduğuna görə 2-ni də vururam 8-ə, tapıram 16 qiymətini. Baxırıq növbəti 80-ci məsələyə. Demək, birinci bağlamadakı kitabların 20-də 3 hissəsi, ikincidəkinin 10-da 3 hissəsi ana dili dərslikləridir. İki bağlamadakı 120 kitabın 5də biri ana dili dərslikləridir. Deməli, uşaqlar, nə edirik bu məsələdə? Öncəki hissə məsələlərində olduğu kimi 20-də 3 və 10-da 3. Baxın, surətlər bərabərdir. Biz surətləri bərabərləşdirməyə ehtiyacımız qalmadı. Deməli, nə edirik? Ümumi dərsliklərin sayı birincidə 20x, ikincidə 10x götürürük. Demişdik axı digər məsələlərdə də surətlər bərabər olandan sonra məxrəcləri birini 20x, birini 10x götürdük. Bunların toplamını bərabər edirəm 120-yə. Niyə 120-yə? Çünki ümumi dərsliklərin sayı 20x-dir. Və burada da həmçinin ümumi dərsliklərin sayı 10x-dir. Demişdik, nə edirik? İxtisar gedirsə bunları ixtisar edirik. Burada qalır 2x, burada da qalır 1x. Hər ikisini 10-a böldük. Bərabər edirəm 120-yə. Olur 3x bərabər olur 120-yə. X-i də tapıram 40. X-i 40 tapdıqdan sonra mənə x lazım deyil ha. Mənə nə lazımdır? Mənə lazımdır ki, ikinci bağlamada neçə ana dili dərsliyi var. İkinci bağlamadakı dərsliklərin sayını mən x olaraq götürmüşdüm. Ana dili dərsliklərinin sayı isə 40-ın 10-da 3 hissəsi olacaq. Yəni 40-ı böləcəm 10-a, vuracam 3-ə. Bu da bizə verəcək 12 cavabını. Deməli, uşaqlar, 80-ci sualımızın cavabı olacaq 12. Dilim dolaşdı. 81-ci suala baxırıq. Sinifdə 25 şagird oxuyur və onların 5də 2-si qızdır. Deməli, 25 şagird oxuyur, bunların 5də 2-si qızdır. Bölürük 5-ə, vururuq 2-yə, elədi 10. Deməli, 10 nəfər bizim qız şagirdimiz var. Bu sinifə bir neçə qız qəbul olduqdan sonra qızlar bütün sinifin 2də 1 hissəsini təşkil edir. Bu sinifə neçə qız qəbul olundu? Yəni uşaqlar 10 nəfər qızımız var idi. Bu 10 nəfərin üzərinə bir neçə dənə, yəni bilmirik ki, bir neçə dənə də qız əlavə olundu. Və nə oldu? Qızlar bütün sinifin 2də 1 hissəsini təşkil etdi, yəni yarısına. Artıq bütün sinifimiz neçə nəfər oldu? Bütün sinifimiz oldu 25 plus x nəfər. Çünki 25 nəfərimiz var idi. Bir neçə qız əlavə olundu. Düzdür, qızların sayı da artdı. Həmçinin bütün sinifdəki şagirdlərin sayı da artdı. O zaman nə edirik? Bunu bölürük 2-yə. Çünki bütün sinifdəki şagirdlərin yarısı qədər oldu qızların sayı. Daha sonra, əgər bu ifadəni 2-yə bölüb bu ifadənin cavabını tapıblarsa, biz nə edəcəyik? Bu ifadəni vuracağıq 2-yə. 2-ni vuranda 10 plus x olur 20 plus 2x bərabərdir 25 plus x. 2x-dən x-i çıxardırıq, çünki hər ikisi fərqli tərəflərdədir. Qalır x. 25-dən də 20-ni çıxardırıq, qalır 5. Deməli, x-imiz 5 oldu. Deməli, bu sinifə 5 nəfər qız qəbul olunubmuş 81-ci məsələdə. Keçək 82-ci məsələyə. Qutuda yalnız yaşıl və sarı rəngli karandaşlar var. Bütün şarlar var. Bütün şarların sayı 45-dir. 45 bütün şarlarımızın sayıdır. Bütün şarların 5də 3 hissəsi yaşıldır. 5də 3 hissəsi. Deməli, 45-i bölürəm 5-ə, vururam 3-ə, tapıram 27. 27 nədir? 27 yaşıl şarların sayıdır. Yaşıl. Qutudan bir neçə yaşıl şar götürülərsə, 27 dənə yaşıl şarımız var. 27. Bir neçə dənə yaşıl şar götürürük. X dənə götürdük. Yaşıl şarlar bütün şarların 20-də 11 hissəsidir. Yaşıl şarlar 27 çıx x-dır. Bütün şarlarımızı isə onu da məxrəcdə yazaq. Bütün şarlarımız nə qədərdir? 45 dənə şarımız var idi axı. 45 dənə şarımızdan da artıq biz x dənə şar götürmüşük. Və bu 20-də
11 hissə olur artıq. Qutudan neçə yaşıl şar götürülüb? Uşaqlar, bu tipli məsələləri biz kəsri yazdıqdan sonra çarpaz vurmaqla həll edirik. Elə öncəki məsələni də bunun kimi yaza bilərdik, sadəcə daha rahat həll olundu deyə bu formada qaldı. Hesablamamızı aparaq. 20-ni 27-yə vurduqda alınır 540. Çıxılsın, 20-ni x-a vurduqda alınır 20x bərabərdir. 45-i 11-ə vurduqda alınır, deməli, 495. Çıxılsın, 11x. 20x ilə 11x arasındakı fərq 9x-dır. 540 ilə 495 arasındakı fərqi tapıb bərabərləşdirəcəyik. 540 ilə 495 arasındakı fərq 45-dir. X-imizi də buradan 45-i 9-a bölərək tapırıq 5. X nə idi? Qutudan götürülən yaşıl şarların sayı. Deməli, doğru cavabımız olur 5. Keçirik 83-cü suala. 83. 83-cü sualda bizə deyir ki, Lalənin 12 manat pulu var. O pulunun 5-də 2 hissəsinə 6 eyni dəftər aldı. 6 eyni dəftər alıb 12 manat pulu var. 5-də 2 hissəsinə 6 eyni dəftər alıb. Bir albom bir dəftərdən 10 qəpik baha olarsa, Lalə qalan puluna neçə albom ala bilər? Deməli, uşaqlar, bizə nə deyir? Bir albom bir dəftərdən 10 qəpik bahadır. Bizə nə lazımdır? Bizə bir dəftərin qiyməti. 12 manat pulun 5-də 2 hissəsini tapaq öncəliklə. Bunun üçün 12 manatı çevirək qəpiyə. 1200 qəpik. 1200-ü bölürəm 5-ə, vururam 2-yə. 1200-ü 5-ə böləndə də 240. 240-ı da 2-yə vuranda 480. 480 qəpik, deməli, ümumi pul xərcləyib 6 dənə eyni dəftərə. Bunun üçün 480-i bölürük 6-ya, tapırıq 80. Nəyi tapmış olduq 80-i tapmaqla? Bir dəftərin qiyməti. Bir albomda bir dəftərdən 10 qəpik bahadır. Deməli, bir albomun qiyməti 90 qəpikdir. Və bizə deyir, Lalə qalan pulla neçə albom ala bilər? Deməli, Lalə 12 manatın nə qədərini xərcləmişdi dəftər almağa? 480 qəpiyini, yəni 1200 qəpiyin 480 qəpiyini dəftər almağa xərcləmişdi. Bəs geriyə nə qədər qalmışdı? Onu hesablayaq əvvəlcə. 1200-dən 480-i çıxırıq. Geriyə qalır 200, 280, deməli 720 qəpik. 720 qəpiklə də biri 90 qəpik olan bizdən soruşur neçə albom ala bilər? Bunun üçün də 720-ni bölürük 90-a, tapırıq ki 8 albom. Yəni 8 albom ala bilər Lalə xanım. Keçək 84-cü məsələyə. Hovuzun tutumu 500 litrdir. Hovuzun 4də 3 hissəsi su ilə doludur. Deməli, 500-ün 4də 3 hissəsini tapıram. Böl 4, vur 3. 500-ün 5də 4 hissəsini də tapanda, deməli, 125 vur 3, verdi bizə 375. Nə deyir bizə? Hovuzun 5də 1 hissəsinin dolu olması üçün. 5də 1 hissəsi də ki, hovuzun bölürük 5-ə vururuq 1-ə. Bu da bərabərdir 100 litr. Hovuzda 375 litr su var. Amma deyir o 100 litri dolu olsun. Onun üçün deyir nə qədər su boşaltmaq lazımdır? Bunun üçün də 375-dən çıxırıq 100-ü. Cavabımız olur 275 litr. Deməli 275 litr su boşaltsaq, hovuzun 5də 1 hissəsi su ilə dolu olmuş olacaq. Keçirik 85-ci məsələyə. Bizə 85-ci məsələdə nə deyilir? Hovuzun tutumu 480 litrdir. Hovuzun 3də 1 hissəsi su ilə doludur. Aha, deməli 480 litr bizim suyumuz var. Onun 3də 1 hissəsi su ilə doludur. Daha doğrusu hovuzumuzun tutumu var. 480-i böldük 3-ə, vurduq 1-ə. Bu verdi bizə 160 cavabını. Daha sonra deyir, hovuzun 5də 2 hissəsinin dolu olması üçün. Yəni yenə də 480-i bölürəm 5-ə, vururam 2-yə. Bunun üçün də eləyir 96. 96-nı da 2-yə vuranda 180, 12, 192. Nə deyir? Deyir, 5də 2 hissəsinin dolu olması üçün hovuza nə qədər su doldurmaq lazımdır? Yəni 160-dan 192-yə gəlib çatması üçün nə qədər su doldurmaq lazımdır? Bunun üçün 192-dən çıxıram 160-ı, cavabını tapıram 32 litr. Deməli 85-ci sualda 32 litr əlavə su tökmək lazımdır hovuza. Keçirik 86-cı sualımıza. Mağaza aldığı
80 eyni oyuncağın 5də 4 hissəsinin hər birini 10 manatdan satırsa, 80 oyuncağın maya dəyəri ödənilər. Deməli uşaqlar, 5də 4 hissəsini 10 manatdan satanda 80 oyuncağın maya dəyəri ödənərsə, bir oyuncaq neçə manata alınmışdır deyir. Öncəliklə 80 eyni oyuncağın 5də 4 hissəsini tapaq. Bölək 5-ə, vuraq 4-ə. 80-i 5-ə böləndə verir bizə 16, 16-nı da 4-ə vuranda 64. Deməli 64 dənə oyuncağın hər birini 10 manata satıb. O zaman 64 vurulsun 10, buradan 640 manat pul götürüb. 80 oyuncağın da maya dəyəri ödənilib bu pulla, 640 manat pulla. Deməli 640 manatı da bölsəm 80-ə bərabərdir. Cavabımızı tapacağam 8. Deməli hər oyuncağın maya dəyəri 8 manat imiş. 86-cı sualın cavabı oldu 8. Keçək 87-ci suala. Mağaza aldığı 60 eyni şirə çəkənin 4də 3 hissəsinin hər birini 30 manatdan satarsa, 60 şirə çəkənin maya dəyəri ödənilər. Aha, mağaza bütün şirə çəkənlərin hər birini 30 manata satarsa, bütün şirə çəkənlərin satışından cəmi nə qədər pul qazanar? Deməli uşaqlar, məsələnə məntiqlə yanaşsaq, 60 şirə çəkənin 4də 3 hissəsi ilə bütün şirə çəkənlərin maya dəyəri ödənilirsə, bizim qazancımız nə qədər olur? Bizim qazancımız artıq 60 dənə şirə çəkəndən 4də 1 hissəsi ilə biz qazanırıq. 4də 1 hissəsinin satışından biz artıq qazanc əldə edirik. Artıq 4də 3 hissəsini maya dəyərinə vermişik axı. 60-ın tapıram 4-dən 1 hissəsini, bu eləyir 15. Deməli, mən 15 dənə şirə çəkənin pulu ilə qazanc əldə eləmiş oluram. Bunun üçün də 15-i vururam 30-a. Çünki deyirdi axı, hər birini 30 manata satarsa. Bu da eləyir 450. Deməli, mən 450 manat qazanmış oluram. Keçək 88-ci məsələyə. Sahibkar aldığı 120 növ məhsulun 6da 5 hissəsinin hər birini 40 manata, digərlərini maya dəyərinə satarsa, 4600 manat pul əldə edər. Sahibkar bütün məhsulun hər birini 40 manata satarsa, cəmi nə qədər pul qazanar? Deməli, məsələdə deyir ki, 120 eyni növ məhsulun 6da 5 hissəsinin hər birini 40 manata. Əvvəlcə 120 dənə məhsulun 6da 5 hissəsi görək nə qədər eləyir? 100 dənə. 100 dənə məhsulun hər birini 40 manata satsa, 100 vurulsun 40, buradan 4000 manat pul götürəcək. Deyir ki, digərlərini maya dəyərinə satır. Digərlərini maya dəyərinə satır və 4600 manat pul əldə edir. O zaman belə çıxır ki, 4600 manatdan biz 4000 manatı çıxaraq 600 manat tapırıq və bu 600 manat həmin o nəzərdə tutduğu digərlərinin qiymətidir. Digərlərinin satışından əldə olunan puldur. Digərlərdə nə qədər qalır? 100 dənəsinin hər birini 40 manatdan sataraq 4000 manat əldə edibsə, geri qalır 20 dənəsi. Deməli, 600 manatı 20 dənəsini sataraq əldə edib. 600-ü bölürəm 20-yə, cavabı tapıram 30. Deməli, bir məhsulun maya dəyəri 30 manat imiş. Bizə deyir ki, sahibkar bütün məhsulun hər birini 40 manata satarsa cəmi nə qədər pul qazanar? Uşaqlar, baxın, məhsulun maya dəyəri 30 manatdır. Amma sahibkar bütün məhsulu 40 manata satır. O zaman diqqətli olaq, məhsulun maya dəyəri 30 manatdırsa, yəni 30 manata alıb 40 manata satırsa, hər bir dənə məhsuldan bu 10 manat qazanc əldə eləyir. Hər bir dənə məhsuldan 10 manat qazanc əldə eləyir. Bəs ümumilikdə nə qədər məhsul satır bu? 120 dənə. Deməli, 120-ni vuracağıq ona, birbaşa biz 1200 manatı tapacağıq, yəni qazancımızı. Bu da oldu 88-ci məsələmiz. Keçirik 89-cu məsələyə. 89. Mağaza sahibi aldığı 80 eyni növ köynəyin 4də 3 hissəsini, hər birini 25 manata, qalanlarını maya dəyərinə satarsa 1860 manat pul əldə edər. Mağaza sahibi hər köynəyi 25 manata satarsa, bütün köynəklərin satışından nə qədər pul qazanar? Yenə də eyni şəkildə uşaqlar. 80 eyni növ köynəyin 4də 3 hissəsini tapaq əvvəlcə, bölək 4-ə, vuraq 3-ə. 60. Demək, bu 60 dənə köynəyin hər birini 25 manata satır. 60 vurulsun 25. 60-ı da 25-ə vuranda 150, yanına 1 0, 1500 manat. Deməli, 1500 manat buradan pul götürüb. Amma deyir ki, 1860 manat pul əldə edir. Necə?
qalanlarını da maya dəyərinə sataraq. O zaman biz 1860-dan çıxaq 1500-ü 360 manat. Deməli 360 manat bu maya dəyərinə satmaqla əldə eləyib pulu. Neçə dənə köynəyi? 80 dənənin 60 dənəsini 25 manatdan satmışdı. Geriyə 20 dənəsi qalıb. 20 dənəsinin də hər birini neçə manatdan satıb 360 manat əldə eləyib. Bunun üçün 360-ı bölək 20-yə tapaq 18. Deməli hər birinin 18 manat maya dəyəri imiş. Və 25 manata satarsa deyir, nə qədər qazanc əldə eləyər. Qazancda ki, satdığı qiymətdən maya dəyərini çıxanda aldığımız cavabdır. 25-dən 18-i çıxaram, qalır 7 manat. Deməli, bu satıcı hər bir köynəkdən 7 manat qazanc əldə edir. Bəs yaxşı neçə köynək satacaq? 80 dənə köynək satacaq. 80-i də vururuq 7-yə. Bu da eləyir 560 manat. Deməli, ümumilikdə 560 manat deməli qazanc əldə etmiş oluruq. Keçək 90-cı məsələyə. Mağaza sahibi 150 eyni köynəyin 5də 3 hissəsini hər birini 10 manat gəlirlə. Aha, uşaqlar, burada deyir hər birini 10 manat gəlirlə. Qalanlarının hər birini maya dəyərinə satarsa 3900 manat pul əldə edər. Mağaza sahibi bütün köynəklərin hər birini 10 manat gəlirlə satarsa nə qədər pul əldə edər? Deməli, uşaqlar, eyni məntiqi tətbiq eləyək, gəlin məsələyə. Öncəliklə 150-nin 5də 3 hissəsini tapaq. Bu bizə verdi 90. Deməli, 90 dənə köynəyin hər birini 10 manat gəlir. Uşaqlar, gəlir nə deməkdir? Maya dəyərinin üzərinə əlavə olunan pul, yəni 10 manat əlavə eləyirik və bunu da satırıq. Deməli, 90 dənə köynəyin hər birini elə bir ki, maya dəyərinə yox, maya dəyərinin üzərinə də 10 manat pul qoyur. Axı biz maya dəyərini bilmirik. Maya dəyərinin üzərinə 10 manat pul qoyub bu şəkildə satır 90 dənə köynəyin hər birini. Və əlavə qalan köynəkləri 150 köynəyin 90-ını bu şəkildə satırsa, geriyə qalır 60 köynəyi. 60 köynəyin hər birini də maya dəyərinə satır, yəni x manata satır. Və bununla da 3900 manat pul əldə etmiş olur. Gəlin bu tənliyi həll eləyək. 90x üzərinə gəlinsin 900, üzərinə gəlinsin 60x bərabərdir 3900. Buradan tapırıq 150x bərabərdir 3900-dən 900-ü çıxarsaq qalınacaq 3000. Buradan da x-i tapırıq 20. Deməli, hər bir köynəyin maya dəyəri 20 manat imiş. Bizə də deyir ki, 10 manat gəlirlə satarsa nə qədər pul əldə edər? Bu satıcı, mağaza sahibi 150 dənə köynək satıb. Bəs yaxşı neçə manatdan satıb? 10 manat gəlirlə. 10 manat gəlirlə nə deməkdir? Yəni maya dəyəri əlavə olaraq da 10 manat. Yəni 150 dənə köynəyin hər birini 20 plus 10, yəni 30 manata satıb. Bu da onun 4500 manat pul əldə etdiyini göstərir. 90-cı məsələmiz də bu şəkildə. Keçirik 91-ci məsələmizə. Yenə eyni tipdə bir məsələdir. Sahibkar aldığı 140 eyni növ məhsulun 7də 6 hissəsinin hər birini 40 manat gəlirlə digərlərini maya qiymətinə satarsa, uşaqlar, eyni növ məsələdir. 140 eyni növ məhsulun öncəliklə biz 7də 6 hissəsini tapaq. Yanlış elədim uşaqlar. 7-yə bölüb 6-ya vurmalıydım. 7-yə böldüm 20, 20-ni 6-ya vurdum 120. Deməli 120 dənə məhsulun hər birini 40 manat gəlirlə. Yəni maya plus 40. Plus geri qalır 20 dənə məhsul. Bu 20 dənə məhsulumuzun isə hər birini maya dəyərinə satırıq və 11800 manat pul əldə etmiş oluruq. Tənliyimizi həll edək. 120x üzərinə gəlinsin. 120-ni də 40-a vursaq 4800, üzəri gəlinsin 20x bərabərdir 11800. 120x-in üzərinə 20x gələndə oldu 140x. 11800-dən də 4800 çıxanda qaldı 7000. X-i də buradan tapdıq 50.
Deməli, məhsulun maya dəyəri 50 manat imiş və sahibkar məhsulun hər birini 40 manat gəlirlə satıb. Yəni 140 dənə məhsulun hər birini 40 manat gəlirlə, yəni maya dəyəri plus 40 manat qiymətinə satıb. 140-ı da vuracağıq 90-a. 140-ı da 90-a vuranda deməli eləyəcək 126, yanında da 2 dənə 0. 12.600 manat pul əldə edər. Keçirik 92-ci məsələyə. 92. 15 dəftər 6 manatdır. Şagird pulunun 5də 3 hissəsini 6 dəftər aldı. Nə qədər pulu qaldı? Uşaqlar, 15 dəftərin qiyməti 6 manatdırsa, o zaman mən əvvəlcə bir dəftərin qiymətini tapım. Bunun üçün də 600 qəpiyi bölüm 15 dəftərə. Bu da eləyəcək 40 qəpik. Deməli, bir dəftərin qiyməti 40 qəpik imiş və şagird pulunun 5də 3 hissəsini 6 dəftər aldı. O zaman 6 dəftərin qiyməti 6 vurulsun 40, 240 qəpikdir. Və 240 qəpik bu şagirdin pulunun hansı hissəsidir? 5də 3 hissəsi. Demək ki, biz 5də 3 hissəsi 240 olan ədədi tapacağıq. Bunun üçün də nə edirik? 240-ı bölürük 3-ə, vururuq 5-ə. Bu da eləyir 400. Deməli, bizim şagirdimin 400 qəpik pulu var imiş. Amma bizə nə soruşur? Nə qədər pulu qaldı soruşur. 400 qəpik pulu var imiş, 240 qəpik xərcləyib. Geriyə nə qədər qalıb? 400 qəpikdən 240 qəpiyi çıxırıq. Geriyə 160 qəpik pulu qalıb. Yəni 1 manat 60 qəpik pulu qalıb. Keçək 93-cü məsələmizə. 24 qələm 7 manat 20 qəpikdir. Yenə eyni tip məsələdir. 24 qələm 7 manat 20 qəpikdirsə, öncəliklə 720 qəpiyi 24 qələmə bölüb, biz bir qələmin qiymətini tapaq. Bu da bizə verəcək 30 qəpik. Deməli, 30 qəpik bir qələmin qiymətidir. Xəyalə 12 qələm alıb. Deməli, 12 qələmin pulu 12 vurulsun 30, 360 qəpik edib. Və bu xəyalənin pulunun hansı hissəsidir? 8də 5 hissəsi. Deməli, biz 8də 5 hissəsi 360 qəpik olan pulun miqdarını tapmalıyıq. Bunun üçün də 360-ı bölürük 5-ə, vururuq 8-ə. Bu da eləyir. Deməli, 360-ı 5-ə böləndə 72, 72-ni də 8-ə vuranda 6, 1 yadda, 56, 576. Deməli, xəyalənin 576 qəpik pulu var imiş. Və bu 576 qəpiyin 360 qəpiyinə qələm alıb. 576-dan da deməli çıxacağıq 360-ı, tapacağıq geriyə 216 qəpik. Deməli, onun 216 qəpik geriyə pulu qalıb. Yəni 2 manat 16 qəpik şəklində. Keçək 94-cü məsələyə. Cəmi 125 olan 2 natural ədəddən birinin 3də 1 hissəsi digərinin 2də 1 hissəsinə bərabərdir. Aha, uşaqlar, necə demişdik hissə məsələsində? Surətləri bərabərləşdirərək birini 3x götürürəm, birini 2x götürürəm. Bu ədədlərin cəmi 125-ə bərabərdir. Buradan tapıram 5x bərabər olur 125-ə, x-i də tapıram 25. X-i 25 tapdıqdan sonra deyir ki, bu ədədlərin fərqini tapın. Ədədlərimizdən biri 3 vurulsun 25, yəni 75 imiş. Biri də 2 vurulsun 25, yəni 50 imiş. Bunların da fərqi üçün 75-dən 50-ni çıxırıq, tapırıq 25. Elə 94-cü sualımızın cavabı olur 25. Yenə 95-ci sualımızda da eyni şəkildə deyir ki, cəmi 154 olan 2 natural ədəddən birinin 5də 1 hissəsi digərinin 6da 1 hissəsinə bərabərdir. Yenə də 5də 1 x-i, daha doğrusu birinin 5də 1 hissəsi birinin 6da 1 hissəsinə bərabərdir. Surətləri bərabərdirsə birini 5x götürürük, birini 6x götürürük. Cəmi 154-ə bərabərdirsə, nə edirik? Buradan tapırıq 11x bərabərdir 154. Buradan x-i tapırıq deməli 14. Bu ədədlərin fərqini soruşurdu. Ədədlərimizdən biri 5x idi. 5-i 14-ə vururuq 70. Biri 6x idi. 6-nı 14-ə vururuq 84. Bizə deyir ki, bu ədədlərin fərqini tapın. 84-dən də 70 çıxırıq, qalır 14. Bu ədədlərin fərqi oldu 14 şəklində. 96-cı suala baxaq.
Nə deyir 96-cı sualda? Leyla və Arzunun birlikdə 84 manat pulu var. Leylanın pulunun 8-də 5 hissəsi Arzunun pulunun 4-də 1 hissəsinə bərabərdir. Yenə də uşaqlar, birinin 8-də 5 hissəsi digərinin 4-də 1 hissəsinə bərabərdir. Nə edirik öncəliklə? 8-də 5 hissəsi və 4-də 1 hissəsi nə edirdik bu hissə məsələlərində? Birininki o birininkinin falan hissəsinə bərabər olanda surətləri bərabər edirik. Bunu 5, bunu da 5-ə vuraq. Surətlər bərabər olduqdan sonra birinin məxrəci 8x oldu, birininki də 20. Deməli, birini 8x olaraq, birini 20x olaraq götürdük. Bunların cəmi də 84 manata bərabərdir. Demişdik, ixtisar gedirsə ixtisar edirik. Hərəsi 4-ə ixtisar gedir. Burada qalır 2x, burada da qalır 5x. Bunların toplamını da bərabər edirəm 84 manata. 7x bərabər oldu 84 manata. X da bərabər oldu 84'ü bölürəm 7'ye 12. Deyir, hər qızın ayrılıqda neçə manat pulu var? Birinin 2 vur x pulu var idi, birinin də 5 vur x pulu var idi. Deməli, birinin 2 vur 12 bərabərdir 24 manat pulu, birinin isə 5 vur 12 bərabərdir 60 manat pulu var imiş. Keçək 97-ci məsələyə. Düzbucaqlının perimetri 52 cm-dir. Eninin 8-də 3 hissəsi uzunluğunun. Yenə baxın uşaqlar. Eninin 8-də 3 hissəsi uzunluğunun 6-da 1 hissəsinə. Sürətləri bərabərləşdirmək üçün bunu 3-ə vururam, bunu da 3-ə vururam. Birinin olur 8, biri olur 18. Birini götürürəm 8x, birini də götürürəm 18x. Hər ikisi 2'ye ixtisar gedir deyə birini 4x, birini də 9x şəklində götürürəm. Yəni en və uzunluq. Uşaqlar, deyir ki, perimetri 52. Perimetri tapmaq üçün en və uzunluğu toplayıb 2'yə vururuq. Tapırıq 52 cavabını. Buradan da 4, 13, 13'ü 2'yə vurduq. 26x bərabər oldu 52'yə. X'i də tapırıq 2. Deməli, düzbucağının sahəsini tapmaq üçün də bizə en və uzunluq lazım idi. En və uzunluq. 4x'i tapmaq üçün 4'ü vururam 2'yə verir bizə 8 cavabını. 9x'i tapmaq üçün 9'u vururam 2'yə, bizə də verir 18 cavabını. Deməli, biri 8, biri 18. En və uzunluq. Məsələdə də bizdən sahə istədiyinə görə 8'i vururuq 18'ə, tapırıq 144. Sahəmiz oldu 144. 98-ci məsələyə baxaq. 3 ədədin cəmi 91'dir. Birinci ədədin 8'də 3 hissəsi, ikinci ədədin 4'də 1 hissəsinə və üçüncü ədədin 2'də 1 hissəsinə bərabərdir. Uşaqlar, 8'də 3 hissə, 4'də 1 hissə və 2'də 1 hissə. Hamısının surətlərini bərabərləşdirmək üçün bunları 3'ə, bunu da 3'ə vururuq. Deməli, birini götürürük 8x, birini götürürük 12x, birini də götürürük 6x şəklində. Bunların cəmi bizə 91 cavabını verdi. Toplamı 26x bərabər olur 91'ə. Uşaqlar, ixtisar eləməyi unutduq. İxtisarımızı eləyək sonra. 8x, 12x, 6x. Hərəsi 2'yə ixtisar olunur. Burada qalır 4x, burada qalır 6x, burada da qalır 3x. İxtisar edib 91'ə bərabər edirik. Burada olur 13x bərabərdir 91'ə. X-imizi tapırıq 7. X-imizi 7 tapdıqdan sonra birim olur 4 vur 7, yəni 28. Biri olur 6 vur 7, yəni 42. Biri də olur 3 vur 7, yəni 21. Hər bir ədədi ayrı-ayrılıqda tapmış olduq 98-ci sualda. Keçirik 99-cu suala. 3 ədədin cəmi 88'dir. Birinci ədədin 6'da 1 hissəsi, ikinci ədədin 3'də 1 və üçüncü ədədin 2'də 1 hissəsi bir-birinə bərabərdir. Birinci ədədin 6'da 1 hissəsi, 6'da 1 hissə, o birisi 3'də 1 hissə, o birisi 2'də 1 hissə. Hamısının surətləri bərabərdir. Artıq mən birini 6x, birini 3x, birini də 2x şəklində götürə bilərəm. Bunların cəmi bərabərdir 88'ə. Bu eləyir 11x bərabərdir 88'ə. X-i tapırıq 8. X-i 8 tapdıqdan sonra ədədlərimizin biri olur 6 vur 8, yəni 48. Digəri olur 3 vur 8, yəni 24. Digəri olur 2 vur 8, yəni 16. Bu şəkildə oldu bizim ədədlərimiz. Keçək 100-cü məsələyə. 3 nəfərin cəmi 180 manat pulu var. Arifin pulu Raufun pulunun 3'də 1 hissəsi, Raufun pulu Səidin pulunun 5'də 3 hissəsidir. Hər birinin neçə manat pulu var? Uşaqlar, burada necə eləyəcəyik? Deməli, buraya yazıram.
Arif. Buraya yazıram Rauf. Burada yazıram Seyid. Demək, Arifin pulu Raufun pulunun 3də 1 hissəsidir. Arifin pulunu x götürsəm, Raufun pulunu 3x götürsəm, Raufun pulu Seyidin pulunun 5də 3 hissəsidir. Deməli, 3x nəyin 5də 3 hissəsidir? Onu tapmaq üçün 3x-i 3-ə bölüb 5-ə vururam. Bu deyilir 5x. 3x 5x-in 5də 3 hissəsidir. Hər birinin neçə manat pulu var? Bunların toplam 180 manat pulu olduğuna görə bunları toplayıram. 4x, üzərinə də 5x gəlirəm. 9x bərabər olur 180 manata. X-i tapıram 20 manat. Hər birinin pulunu tapmaq üçün x, Arifinki x idi, yəni 20 manat. Raufunki 3x idi, yəni 60 manat. Səyidinki 5x idi, yəni 100 manat. Birinin 20, birinin 60, birinin də 100 manat pulu var imiş.